Salam, hər vaxtınız xeyir. Bizim artıq yeni və növbəti mövzumuz əlavə hesab olunur. Dilçilikdə əlavəyə belə bir tərif verilir. Deyilir ki, özündən əvvəl gələn üzvün mənasını aydınlaşdıran, konkretləşdirən söz və ya söz birləşməsinə əlavə deyilir. Yəni əlavənin ümumiyyətlə xidməti odur ki, hər hansı bir cümlə üzvünü konkretləşdirir. Məsələn, burada nə demək istəyirəm? Deyirəm ki, oğlum və ya belə yazaq, tam əksini yazaq. Yazaq ki, Akif gəldi. Baxın, belə yazıram. Gəldi nə etdi? Gəldi kim? Akif. Siz mənə sual verə bilərsiniz. Akif kimdir? Bu sizə məlum deyil də. Akif mənim xalam oğlu ola bilər, bibim oğlu olar, dayım oğlu olar, nə bilim Akif qardaşım olar. Mən bunu müəyyənləşdirə bilmirəm də Akif mənim nəyimdir. Amma deyəndə ki, Akif, tutaq ki, mənim oğlum. Artıq burada mənim oğlum birləşməsi və yaxud ümumiyyətlə oğlum birləşməsi Akif mübtədasını konkretləşdirdi, dəqiqləşdirdi. Onda artıq mən Akifin kim olduğunu bilirəm və oğlum da Akifin əlavəsi hesab olunur. Yəni belə deyək də, Akifi konkretləşdirdi. Əgər mən oğlum sözünü deməsəydim, siz bilməyəcəydiniz ki, Akifin məndən hansı qohumluq əlaqəsi var. Və təhlil eləyəndə, məsələn, əlavənin hansı cümlə üzvünə aid olduğunu təhlil eləmək üçün, birinci, cümlə üzvünün özünü təhlil edirsən. Gəldi, nə etdi, gəldi? Kim? Akif. Kim? Mənim oğlum. Cümlə üzvünün özünü təhlil edirsən, ondan sonra keçib əlavəsini təhlil edirsən. Yəni, əlavə hansı cümlə üzvünə artırılıbsa, həmin cümlə üzvünün funksiyasında rol oynayır. Mənim oğlum birləşməsi, bax söhbət burada oğlumdan gedir. Mənim oğlum birləşməsi Akif mübtədasına əlavə olunduğu üçün deyirik bu mübtədanın əlavəsidir. Hər zaman belədir. Və mübtəda aid olduğu üzvdən ya tire işarəsi ilə ayrılır, ya da yəni bağlayıcısı ilə ayrılır. Bu bizim konkret qaydamızdır. Və bir detalda yadda saxlamaq lazımdır. Məsələn, baxın yazıram bura. Akif gəldi. Nə etdi? Gəldi. Kim? Akif. Deyirəm ki, oğlum. Akif mənim oğlum gəldi. Oğlum Akifin bayaqları əlavəsi idi. Akif gəldi. Mübtəda ilə xəbər arasında uzlaşma var. Oğlum gəldi. Uzlaşma eyni zamanda mübtədanın əlavəsi ilə xəbər arasında da olmalıdır. Bu konkret qaydadır. Yəni, əlavə hansı cümlə üzvünə aiddirsə, mübtədanın tutaq ki, əlavəsidirsə, mübtəda necə ki, xəbərlə uzlaşırsa, əlavə də uzlaşmalıdır. Tutaq ki, tamamlığın əlavəsidir. Tamamlıq necə ki, xəbərlə idarə əlaqəsindədirsə, artıq tamamlığın əlavəsi idarə əlaqəsində olmalıdır. Yəni, əlavə elə bir ki, əvəzlikdir. Əvəzlik necə ki, aid olduğu nitq hissəsinin xüsusiyyətlərini daşımırdı, əlavədə aid olduğu cümlə üzvünün funksiyalarını daşımalıdır. Ona görə yadda saxlamaq lazımdır ki, əlavə mübtədaya da aid olanda şəxsi və kəmiyyətə görə xəbərlə uzlaşmalıdır. Və yaxud tamamlıq olanda tutaq ki, olmalıdır idarə əlaqəsində. Yanaşma, məsələn, birinci növ təyinli söz birləşməsinə aiddirsə, ana vətən, doğma yurdum, Azərbaycan birləşməsinə məsələn. Artıq birinci növ təyinli söz birləşməsinə aiddirsə, yanaşma əlaqəsində olmalıdır. Bəzən belə bir qayda var. Mübtəda ilə tutaq ki, xəbər uzlaşar. Amma əlavəsi uzlaşmaz. Bu zaman əlavənin hər iki tərəfindən vergül işarəsi qoyulur. Burada çox çətin yazıb, mən sadə dillə deyirəm. Burada qarışıq yazıb. Məsələn, biz ziyalılar gəlmişdir. Baxın, gəlmişdik, nə etmişdik, gəlmişdik, kim? Biz. Mübtəda birinci şəxsin cəmindədir. Xəbər də ona uyğun şəxs sonluğu götürüb birinci şəxsin cəminin şəxs sonluğudur, gəlmişdik. Birinci şəxsin cəminin şəxs sonluğunu götürüb biz gəlmişdik. Amma fikir verin, ziyalılar gəlmişdik.
Kim? Biz, kim? Ziyalılar. Ziyalılar bizin əlavəsidir. Amma ziyalılarla gəlmişdik arasında uzlaşma əlaqəsi pozuldu. Çünki ziyalılar üçüncü şəxsin cəmidir, amma xəbər birinci şəxsin cəmidir. Əlaqə pozulub deyə hər iki tərəfindən vergül işarəsi atılıb. Bu bizim konkret qaydamızdır ki, əgər əlavə uzlaşmırsa xəbərlə, avtomatik hər iki tərəfindən vergül işarəsi atılmalıdır. Bütün cümlə üzvlərinin də əlavəsi var. Bütün söz birləşmələrinin əlavəsi var. Xitabın belə əlavəsi var. Məhdudiyyət yoxdur ümumiyyətlə. Sonra növbəti bizdə sadə cümlənin deməli sırasıdır. O qədər vacib bir şey deyil. Normanın içində tədris olunur. Normanın içində deyəcəm deyə burada demirəm bunu. Yəni o qədər də vacib bir şey deyil hələ ki. Növbəti mövzumuz həmcins üzvlərdir. Həmcins üzvlərə dilçilik belə tərif verir. Eyni suala cavab verən, eyni cümlə üzvü ilə bağlı olan bərabər hüquqlu üzvlərə həmcins üzvlər deyilir. Məsələn, deyirəm ki, alma, tutaq ki, nar, heyva, dərdim. Nə etdim dərdim? Nəyi heyvanı, nəyi narı, nəyi almanı. Burada üçü də nəyi sualına cavab verir, üçü də həmcins tamamlıqdır. Eyni suala cavab verirsə, eyni cümlə üzvü olursa bu həmcinsdir. Dərdim nəyi, almanı, heyvanı, narı. Üçü də həmcinsdir. Üçü də nəyi sualına cavab verib, eyni cümlə üzvü ilə bağlıdır. Bundan əlavə, yadda saxlamaq lazımdır ki, həmcins üzvlər, yəni həmcinslər, bizdə təyini həmcins və qeyri-təyini həmcins olmaqla iki hissəyə bölünür. Təyini həmcinslər o həmcinslərdir ki, baxın, biri digərindən asılı olmur, aralarında vergül işarəsi qoyulur. Məsələn, xurmayı, uzun, qıvrım saçları qıza gözəllik verirdi. Adətən həmcins təyinlərin arasında və bağlayıcısı əlavə oluna bilir. Xurmayı uzun və qıvrım saçları qıza gözəllik verirdi. Baxın, burada sadalama intonasiyası var. Plus vergüllə ayrılır. Baxın, burada vergül işarəsi istifadə olunur. Vergüllə ayrılır. Və yaxud və bağlayıcısı əlavə edə bilirəm. Bu həmcins təyindir. Qeyri-həmcins təyin o təyindir ki, orada sadalama intonasiyası olmur. Biri digərindən asılı olur. Məsələn, baxın, qırmızı, yaylıqlı qız. Qız kim? Qız. Hansı qız yaylıqlı qız? Hansı qız qırmızı yaylıqlı qız? Qırmızı və yaylıqlı qız deyə bilmərəm. Qırmızı sözü yaylıqlı təyinindən asılıdır. Bu da qeyri-həmcins təyini hesab olunur. Mən bunu izah elədim, amma sizin proqramınızda yoxdur. Yəni, bu dövlət qulluğu ümumiyyətlə qəbulunda istifadə olunmur. Sonra növbəti bizdə həmcins üzvlərdə ümumiləşdirici sözlərdir. Ümumiləşdirici sözlər nələrdir? Ümumiləşdirici sözlər həmcins üzvlərin hamısına aid olub, bunun mənasını ümumiləşdirən sözlərə deyilir. Məsələn, bax, deyirəm ki, o hər şeyi, uşaqlıq xatirələrini, cavanlığını, doğma ocağını burada qoyub gedirdi. Qoyub gedirdi nəyi doğma ocağını, nəyi cavanlığını, nəyi uşaqlıq xatirələrini. Həmcins tamamlıqdır bunlar və hər şey bunu ümumiləşdirib. Ümumiləşdirici söz hesab olunur. Ümumiləşdirici söz həmcins üzvlərdən əvvəl də gələ bilər, sonra da gələ bilər. Əvvəl gələndə qoşa nöqtə qoyulur ümumiləşdirici sözdən sonra. Baxın, burada qoşa nöqtə qoyulur. Əvvəl gəlib deyə. Sonra gələndə tire işarəsi qoyulur. Evlər, eyvanlar, gəmlər, hər tərəf. Hər tərəf ümumiləşdirici sözdür. Həmcins üzvdən sonra gəlib deyə tire işarəsindən ayırmışam. Ümumiləşdirici sözdən sonra yəni məsələn bağlayıcısı da istifadə oluna bilər. Bu zaman bağlayıcıdan əvvəl vergül qoyulur. Bütün yaxın ətraf, yəni fikir verirsiniz, yaxın ətraf, yəni ümumiləşdirici sözdən sonra yaxın ətraf, bütün yaxın ətraf ümumiləşdirici sözü, ondan sonra yəni bağlayıcısı istifadə olunub. Yəni bağlayıcısından əvvəl vergül, sonra qoşa nöqtə qoymaq lazımdır. Sonra həmcins üzvlərdə ixtisarlar bizə şedevr dərəcədə lazımdır imtahana, çünki çox düşən bir şeydir. Həmcins üzvlərdə ixtisarlar nələrdir? Ümumiyyətlə cəm, məsuliyyət, hal, şəxs, hissəcik, qoşmalar bizdə ixtisar oluna bilər.
Bəs bu ixtisar olmağı necə tapa bilərik? Məsələn, cəm şəkilçisinin ixtisarına baxaq. Müəllim, şagird və valideynlər də tədbirdə iştirak etməli idi. Nə etməli idi? İştirak etməli idi. Kim müəllim, kim şagird, kim valideynlər? Həmcins mübtədadır burada. Fikir verirsiniz, sonuncu həmcins üzvdə lar şəkilçisi istifadə olunub. Deməli, həmcins mübtədalarda ixtisar olunan şəkilçi cəm şəkilçisidir. Yəni lar şəkilçisidir. Olmalı idi belə. Müəllimlər, şagirdlər və valideynlər tədbirdə iştirak etməli idi. Müəllimlər, şagirdlər və valideynlər cəm şəkilçisi larla istifadə olunmalıdır. Amma dildə ağırlıq yaratmasın deyə deyirlər ki, müəllim, şagird və valideynlər, yəni sonuncu üzvdə artıq saxlayırlar şəkilçini. Müəllim, şagird və valideynlər tədbirdə iştirak edirlər. Cəm şəkilçisi sonuncu üzvdə qalır. Yəni sizə sual düşsə ki, həmcins üzvdə ixtisar olunan şəkilçi nədir? Sonuncu həmcins üzvə baxırsınız. O həmcins üzvdə hansı şəkilçi deməli işlənibsə, deməli digər həmcins üzvlərdə də həmin şəkilçilər istifadə olunmalıdır. Xəbərin həmcins mübtəda ilə uzlaşması bu nə deməkdir? Çox rahat bir şeydir. Əslində bunu bilirik. Mən bunu qeyd eləmişəm böyük bir əksəriyyətin. Bu uzlaşma əlaqəsinə gedən bir şeydir. Həmcins mübtədalardan biri birinci şəxs əvəzliyi ilə ifadə olunubsa, xəbər birinci şəxsin cəmində ifadə olunur. Qardaşımla mən görüşdük. Qardaşım və mən. Deyir, əgər həmcins mübtədadırsa, görüşdük kim, qardaşım, kim, mən. Həmcins mübtədadırsa, birinci şəxs əvəzliyi varsa, xəbər birinci şəxsin cəmində olur. Bax, görüşdük. Birinci şəxsin cəmindədir xəbər. Əgər mübtəda ikinci və üçüncü şəxsdədirsə, xəbər ikinci şəxsin cəmində olur. Sən və o. İkinci və üçüncü şəxsin təkindədir mübtəda burada. Sən və o gəlməlisiniz. Görürsünüz, amma siz gəlməlisiniz. İkinci şəxsin cəmində istifadə olunub. Üçüncü şəxsdə isə bu uzlaşma əlaqəsində olduğu kimidir. İnsan varlığı ilə ifadə olunubsa, mübtəda cəmdədirsə, xəbər də cəmdə olur. Qızlar gəldilər. Heyvan anlayışında təkdə də ola bilər, cəmdə də ola bilər. Atlar otlayırlar, atlar otlayır. Cansız varlıqda isə güllər solmuşdu olmalıdır. Solmuşdular ola bilməz. Mübtədanın cəmdə olduğu halda xəbər təkdə olmalıdır. Əgər cəmdə istifadə olunarsa yanlışdır. Güllər solmuşdular olmaz. Bunu bilirik. Bu haqda bizim məlumatımız var. Növbəti mövzumuz isə bizdə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlərdir. Bunlar bizdə xitablar və ara sözlər hesab olunur. Xitab cümlədə müraciət olunanı bildirir. Məsələn, Aşif, dostum, bizə gələcəksən? Və yaxud deyirəm ki, müəllim, siz bu dərsi izah eləmisiniz? Və yaxud deyirəm ki, Göygöl, tərifini hər yerdən eşitmişəm. Artıq burada müraciət olunanı ifadə eləmiş oldu xitab. Xitablar qururca sadə və mürəkkəb olur. Sadədirsə bizdə sözlə ifadə olunur. Məsələn, ey insanlar, sülhə gəlin. İnsanlarla ifadə olunub, isimlə ifadə olunub. Deməli, sadədir. Deyirəm ki, vətən oğlu, bu torpaq sənə güvənir. Vətən oğlu burada söz birləşməsidir. Vətənin oğlu. İkinci növ təyinli söz birləşməsidir. Söz birləşməsindən ifadə olunub deyə bu bizdə mürəkkəb xitab hesab olunur. Xitablarda durğu işarəsi var. Xitablar cümlənin əvvəlində gələndə, özündən sonra, ortada gələndə, hər iki tərəfdən sonda gələndə özündən əvvəl vergül işarəsi qoyulur. Məsələn, deyirəm ki, Gülnar, bizə gəl gedək. Cümlənin əvvəlində gəlibdə özündən sonra vergül işarəsi qoyulur. Mən də qardaş, sənin kimi dağaşmalıyam. Cümlənin ortasında gəlib deyə xitab hər iki tərəfdən vergül işarəsi qoyulub. Sonda gələndə salamat qal, ana torpaq, ana yer. Sonda gəlib deyə özündən əvvəl vergül işarəsi qoyulub. Ara söz isə, növbəti bir mövzu isə ara sözdür. Ara sözlə də modal sözə heç bir fərq yoxdur. Eyni şeylərdir. Baxın, ara söz cümlədə danışanın ifadə etdiyi fikrə münasibəti bildirir. Ara söz söz şəklində ola bilər. Bəlkə, doğrusu, düzü, zənnimcə söz şəklindədir. Söz birləşməsi şəklində ola bilər. Sözün düzü, sən bilən, mənim fikrimcə bir sözlə. Sonra cümlə şəklində ola bilər. Düzdür, doğrudur, ola bilsin. Demək olar ki, hamısı modal sözdən eyniyyət təşkil edir. Məna növləri eynidir. Yəqinlik bildirənlər, əlbəttə, şübhəsiz, şəksiz, doğrusu, düzü. Güman şübhə bildirənlər, güman ki, görünür, deyəsən, olmayan.
Fikrin mənbəyini bildirənlər səncə, məncə, mənə görə, sənə görə. Təəssüf bildirənlər heyif ki, çox heyif ki, təəssüf ki. Bənzətmə bildirənlər sanki elə bir güya. Eyni şeylərdir, heç bir fərq yoxdur. Durmuş arasına qədər eynidir modal sözlə ara söz. Fərqi cəhət odur ki, modal söz morfologiyanın terminidir. Ara söz sintaksisin terminidir. Və modal söz yalnız söz və cümlə şəklində ifadə olunur. Amma ara söz isə həm söz birləşməsi, həm də cümlə şəklində ifadə oluna bilir.